Belə bir sual 42 nömrəli. Yenə dalğa optikasına aid bir sualdır. Ən çox qəbulda istifadə oluna biləcək sual tiplərindəndir. Monoxromatik işıq sındırma əmsalı kiçik olan mühitdən sındırma əmsalı böyük olan mühitə keçir. Hansı ifadələr doğrudur? Birincisi qeyd edim ki, dalğa bir mühitdən başqa mühitə keçəndə tezlik və period dəyişmir. Dalğa bir mühitdən başqa mühitə keçəndə tezlik və periodu sabit qalır. Dalğa uzunluğu və sürəti isə dəyişir. Və təbii ki, dalğa uzunluğu və sürəti sındırma əmsalından tərs mütənasib asılıdır. Yəni, V bərabərdir C bölünsün N-dir və lambda da bərabərdir. Lambda 0 bölünsün N-dir. Yəni, sındırma əmsalından tərs mütənasib asılıdır. Burada bizə deyir ki, sındırma əmsalı kiçik olan mühitdən böyük olan mühitə keçir. Yəni, M1, N2, M1-dən böyükdür. Yəni, sındırma əmsalı kiçik olan mühitdən böyük olan mühitə keçir. Hansı ifadələr doğrudur? Deməli, tezlik dəyişməyəcək burada. Tezlik sabit qalacaq. Tezlik sabit. Dalğa uzunluğu isə sındırma əmsalı artdığı üçün azalacaq. Deməli, lambda da azalır olacaq. Burada da deməli dalğa uzunluğu azalır və tezlik sabit qalır. 1 deməli olacaq yalnız 1. Yəni A variantını vermiş olacaq.